Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Aparıcı Aytən Səfərova artıq çəkisi ilə bağlı səhhətində problemlər yaşadığını açıqlayıb. Xəbər verir ki, aparıcı son günlər görünüşü ilə bağlı ünvanına yazılan mənfi şərhlərə münasibət bildirib. Çox adam paylaşdığım videoda yazır ki, ay bu nə boydadır. Bəli, o boyda olmasam, mən niyə arıqlamağa çalışım ki? İnsan çalışır həmişə qəşəng geyinsin, ört-basdır etsin. Amma bu sağlamlığıma toxunanda artıq sən anlayırsan. 100 metr gedən kimi təngi nəfəslik başlayır. Əvvəl 5 mərtəbəni qalxırdım, 4-cü mərtəbə təngi nəfəs olurdum. Amma indi buna 1-ci mərtəbədə qalxmaq da belə bəs edir. Ürəyimdə də bunu hiss edirəm. Ay effekt, gözəllik, bax Aytən Səfərova budur. Ən yaxşı sağlamlıqdır.